Bugün sizə 3 psixoloji kitab tövsiyə edəcəm. Onlardan birincisi Oscar Wilde'ın Dorian Gray'in portreti kitabıdır. Bu kitab bir insanın şan, şöhrət dalınca getməsi və onun fonunda əslində öz kimliyi, öz təbiətindən vaz keçməsi və sonradan yaranan peşmançılıq haqqında çox gözəl kitabdır və kitabda çox maraqlı sitatlar var. Hətta mən bu kitabın bir çox hissəsinin altından xətt çəkmişəm. Psixoloji roman olaraq çox möhtəşəm bir əsərdir. Daha sonra Mark Wallen'in Bu səninlə başlamadı haqqında travma, 3 nəsil travması haqqında olan bir kitab. Ümumiyyətlə bu müəllif özü psixoloq, psixoterapevtdir. Sadəcə olaraq kitabında əks etdirdiyi bütün elmi araşdırmalar, referensləri var. Bəziləri isə onun şəxsi təcrübəsindən olduğu üçün onu tam elmi saymaq olmaz. Amma hər halda bir təcrübəli insanın öz təcrübələrini bölüşməsi olduğu üçün düşünürəm ki, kitab çox maraqlıdır. Xüsusən də hamilə olan xanımların bətnində onların keçirdiyi stresin övlada təsiri, epigenetika ilə maraqlanan insanlar üçün çox möhtəşəm bir psixoloji kitabdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Və nəhayət Thomas Harris'in psixoloji dedektiv əsəri. Yəqin çoxunuz Anthony Hopkins'in oynadığı Quzuların Səssizliyi filmini eşitmisiniz. Həmin film bu kitabların əsasında çəkilib 4 hissədən ibarətdir. Ümumiyyətlə mənim forensik psixologiyaya marağımı məhz bu kitab və bu film oyadıb. Daxili dünyamızdan müğayət olun.